Salam dostlar, mən Onur Rəsulov. Bu videoda əgər siz sən bazarına yatırım edirsinizsə, uzun müddətli investisiyanı düşünürsünüzsə, çox faydalı məlumatlar əldə edəcəksiniz. Ümumiyyətlə, bu videonu sona qədər izləyin və görəcəksiniz ki, əslində biz investisiya edərkən çox dəyərli şirkətləri alsaq belə böyük zərər edə bilərik, hətta müflis ola bilərik. İndi ilk olaraq bir qrafik göstərmək istəyirəm sizə dostlar. Deməli, Microsoft hər kəsin bildiyi bir şirkət, belə deyək, insanlıq tarixindəki ən böyük dəyər yaradan şirkətlərdən birisidir və bu şirkətin 2000-ci ildə belə deyək biz alsaydıq və təxminən 2000-ci ilin belə deyək pikində alsaydıq, bu şirkətin bir səhmi dəyəri təxminən belə deyək bir səhmin qiyməti 60 dollar idi. Və 2000-ci ildə Amerikada .com bubble deyirlər, belə deyək də həmin o internet şirkətlərinin şarı partlayır və bazarlar kəskin düşür. Bu normal bir böhrandır, hər zaman olub, olacaq da. Amma burada əsas problem nədir? Baxın, bizə deyirlər axı ki, bəzən siz dəyər yaradan şirkətlərə yatırım edin və gözləyin, siz sonda qazanacaqsınız. Elə şey yoxdur dostlar. Burada müddət çox önəmlidir və nə zaman girdiyimiz önəmlidir. Diqqət edin indi, 2000-ci ildən bəri Microsoftun qiyməti düşdü və həmin səviyyə tam 15 il sonra, təxminən 2016-cı ildə o səviyyəyə qayıtmış oldu. Yəni biz 2000-ci ildə Microsoftu alıb zərər edirdik, pikində alsaq deyək ki, zərər etdik və 15 il boyunca gözləsək, ondan sonra artıq biz belə deyək, nominalda qazanc görə bilərdik. Ki, əgər biz bura inflyasiya faktorunu da nəzərə alsaq, biz belə deyək, 2000-ci ildə bu hissədə etdiyimiz yatırımı, əslində bu hissəyə çatanda bəlkə də o yatırımın artıq, yəni həmin vaxt yatırdığımız pulun 50%, 60% belə deyək də inflyasiya tərəfindən udulmuşdur. İndi bəs yaxşı, biz çox vaxt belə videolar görürük ki, bəzən trade quruları və s. deyir ki, bu qədər yatırım etsəydin, bu qədər qazanardın. Bəs yaxşı, mən Microsoft kimi böyük bir şirkəti aldım, dəyərli bir şirkəti aldım. Ki, Microsoft bu müddət ərzində ancaq mənfəət işləyib, dəyərli dostlar. Və burada önəmli bir nüansı da diqqətinizə çatdırım. 2000-ci illərdə Microsoft belə deyək, o proqram bazarının belə deyək, təxminən 95-98%-nə sahib idi. Yəni bir mənada bu əslində bazarda monopol idi. Apple idi, Linux idi, Linux'un 1-2%, Apple'ın 200% payı var idi. Təsəvvür edin. Monopol bir şirkəti almışdım. Baxmayaraq ki, Microsoft pul qazanırdı, amma mənim yatırımım belə deyək, 15 il boyunca belə deyək, dəyər itirmiş oldu. Bunun səbəbi nə idi dostlar? Əgər bunu bilmək istəyirsinizsə, indi sona qədər izləyin. Value investing, Buffett hekayəsi və s. oldu. Axı bunlar bu klişelərlə insanlara belə həvəs verirlər ki, yatırım et, pul qazanacaqsın. Elə şey yox dostlar. Bir kərə siz maliyyə bazarına girərkən bilməli olduğunuz, yəni investisiya edərkən, səhm alarkən bilməli olduğunuz çox vacib faktorlar var ki, bu videoda biz bunları bir-bir analiz edəcəyik. İlk öncə dostlar, bazara girmədən öncə fərqi yoxdur. Siz həmin dövrün və yaxud da indiki dövrün ən yaxşı şirkətini almaq istəyirsiniz. Ən populyar şirkət nədir? Hansıdır? İndi hal-hazırda Nvidia. Biz bu şirkətə yatırım etmədən öncə birinci makro trendlərə baxmalıyıq. Makro analiz aparmalıyıq. Görün ümumiyyətlə Amerikada vəziyyət, ümumiyyətlə qlobal iqtisadiyyatda vəziyyət nə yerdədir? Sonra Amerikada vəziyyət nə yerdədir? Makro iqtisadi göstəriciləri nə yerdədir? Bunları analiz etdikdən sonra baxırıq görün bazar hansı mərhələdədir. Ümumiyyətlə maliyyə bazarında belə deyək, cycle deyirlər, dövrlər mövcuddur və bazarlar bu dövrlərə görə hərəkət edir. Birinci məsələ dövr deyək ki, optimizm. Optimizmin ən zirvəsi deyək o euforiya ki, indi bu süni intellekti kifayət qədər euforiyaya sahib olurlar. Çünki insanlarda belə bir gözlənti var ki, süni intellekt təbii ki, möcüzəvi bir texnologiyadır. Çox böyük dəyişikliklər gətirəcək, o şübhəsizdir. Amma möcüzəvi bir iqtisadi artım, möcüzəvi bir dəyər yaradacaq gözləntisi var. Ki, bu baxımda bu bir ciddi mənada şübhəlidir. Və bu euforiya tutmayanda bazarda partlama baş verir, çökür. Sonra böyük bir çöküş yaşanır belə deyək. Sonra bazarda depressiya dönəmi gəlir. Depressiya belə deyək, qiymətlərin dib olduğu səviyyədir. Ondan sonra ümid yavaş-yavaş bazarın özünə gəldiyi və ümid periodu yaranır ki, həmin dövr əslində böyük gəlirlilik yaradan bir perioddur. Siz ilkin o girənlərdən olsanız bazara. Ki, məsələ buna misal olaraq pandemiya 2020-ni göstərmək olar. 2020-nin başlanğıcında mart ayında bazar çökdü, amma sonra təxminən ümid yarandı bazarda. Fed pul injekti və bazar böyük bir yüksəlişə, S&P 500 indeksi böyük bir yüksəlişə daxil olmuş oldu. Burada bazar deyəndə deyirəm ki, mən Amerikan bazarını və S&P 500 indeksini nəzərdə tuturam daha çox. Və ondan sonra iqtisadi artım, yenə optimizm, yenə euforiya, yenə partlama və yenə bu belə deyək də cycle, bu dövrlər daim davam edir. İndi dostlar, biz bu dövrləri bilməsək, yenə də çox böyük itkilərə məruz qala bilərik. İndi mən sizə bir hekayə, qısa bir hekayəni danışmaq istəyirəm. Yaponiyanın hekayəsidir. Deməli bilirsiniz, 80-ci illərdə ümumiyyətlə Yaponiya möcüzəsi var, iqtisadi artım və iqtisadi böyümə möcüzəsi var idi və Yaponiya belə deyək ki, həm bank sektorunda olan belə deyək səhmlər, həm də daşınmaz əmlak sahəsində böyük bir sıçrayış etmiş olur. 86-90-a qədər böyük bir tarixin görülməmiş zirvəsinə yüksəlir. Bank sektorunda olan səhmlər və daşınmaz əmlak qiymətləri. Hətta həmin dövrdə Yaponiyada imperatorun belə bir deyim var, imperatorun mülkünün dəyəri Kaliforniyada daha dəyərli olur. O dərəcədə Yaponiyada, xüsusilə Tokyoda, belə deyək, əsas şəhərlərdə, xüsusilə Tokyoda o dərəcədə əmlak qiymətləri yüksəlir. Və Yaponlar düşünür ki, bu artıq yeni bir iqtisadi modeldir. Yaponiya sonsuz iqtisadi artım dövrünə girib, böhran deyə bir şey olmayacaq. Bunun da təməl, baxın, bu euforiya və optimizm idi. Qorxunc bir optimizm idi. Bunun təməl səbəbi də hardan yaranmışdı dostlar? Deməli 1985-ci ildə Plaza Akkord razılaşması olur. Amerika 5 ölkəsinə, İngiltərəyə, Almaniyaya, Amerikaya, Fransaya təzyiq edir ki, siz, Yaponiya və Almaniya həmin vaxtda ixrac liderləri idi və Yaponiya 2-ci dünyanın ən böyük iqtisadiyyatı idi.
onlar durmadan məhsul ixrac edirlər, indiki Çin kimi. Amerika həmin ölkələrə deyir ki, siz dolları ucuzlaşdırın və dollar da həddindən artıq bahalaşmışdır. Çünki Paul Volcker'in 81-ci ildə, 80-ci illərdə olan o yüksək faizindən dolayı, Fedin yüksək faizlərindən dolayı dollar həddindən artıq dəyər qazanmışdır. Dolların da həddindən artıq yüksəlməsi Amerikanın ixrac potensialını zədələyir, onun məhsullarının bahalı olmasına və beynəlxalq rəqabətdə uduzmasına gətirib çıxarır ki, Yaponiya, Almaniya bundan çox faydalanır. Və Amerikada tədqiqat balansı kəsici ümumi daxili məhsulun 3.5%-ə bərabər idi həmin dövrdə. Ondan dolayı Amerika bu 5G ölkəsi deyir ki, siz dolları ucuzlaşdırmalısınız. Yəni dolları satmalısınız. Və bunlara müəyyən hədələr irəli sürüb. Məsələn, onlardan birisi Yaponiya və Almaniya deyir ki, əgər siz dolları ucuzlaşdırmasanız, dolları satmasanız, mən sizə tarif tətbiq edəcəm. Təbii Yaponlar da bunu hesablayır ki, Amerika ilə belə deyək, konfliktə girmək səhv eləmir. Amerika bizim məhsullarımıza tarif tətbiq etsə, biz daha çox zərər edərik. Ona görə də razılaşırlar. Və nə baş verir? Yaponiya dollarını satır. Yenin qiyməti belə deyək, dollara qarşı yen bir il içərisində 50-100%-ə qədər bahalaşır. Yen kəskin dəyər qazanır. İndi yenanın dəyər qazanmasından dolayı bu səfər yenə Yaponiya ixrac potensialı belə deyək, zəifləmiş olur. Bu səfər yenə Yaponiya Mərkəzi Bankı artıq yenidən başlayır. 87-ci ildə hətta Louvre akkordu ilə, Louvre razılaşması imzalanır ki, artıq yeni həddən artıq çox bahalaşırdı. Dollar zaten ucuzlaşmışdı. Plaza akkorddan sonra dollar ucuzlaşmışdı. Bu səfər yenə çox bahalaşır. Yaponiya deyir ki, artıq mən ucuzlaşdırmalıyam da, yəni yenamı ucuzlaşdırmalıyam. Dövlətlər razılaşır, yenə başlayır, Yaponiya Mərkəzi Bankı başlayır, faizi 5 dəfə aşağı salır. Yəni kredit faizləri ucuzlaşır. Banklara belə deyək, pul injekt edilir. Banklar da sağına soluna baxmır, kimə gəldi krediti satır. Əmlak qiymətləri həddindən artıq yüksəlir. Bank sektorunda belə deyək, o səhmlər kəskin yüksəlir bu pul injekt edilməsindən dolayı. Və sonra dostlar, artıq inflyasiya bu səviyyədə yüksəldiyinə görə Yaponiya Mərkəzi Bankı məcbur başlayır indi o aşağı faizləri yüksəltməyə. Faizlər yüksələn kimi bu şar, şişmiş şar partlayır. Və digər bir qəddar bir statistikanı sizə göstərəcəm dostlar. Bu Yaponiyanın Nikkei 225 indeksidir, belə deyək, benchmark indeksidir. Diqqət edin. 90-cı illərin zirvəsinə, burada bir çöküş olur. Təxminən bir il içərisində 64%-ə yaxın bir eniş olur, belə deyək. Və ondan sonra zaten düşə-düşə gedir. Amma bu səviyyə 90-cı illərin zirvəsinə Yaponiya, yəni bu indeks təxminən belə deyək 2024'də, yəni təxminən 34 il sonra həmin səviyyəyə qayıdır. 34 il sonra Nikkei indeksi həmin səviyyəyə qayıdır. İndi bunun təməl səbəbi nə idi dostlar? Diqqət edirsə bazar euforiya mərhələsində idi. Yəni optimizm həddindən artıq yüksək idi ki, bu artıq başqa bir dövrdür. Yaponiya sonsuz iqtisadi artımla davam edəcək və sair inancı formalaşdığı bir dövrdə idi. Amma şirkətlərin real mənfəəti, yəni real dəyər yaratma potensialı çox aşağı idi. Yəni qiymət, belə deyək, valuation, şirkətlərin valuationu zirvədə idi, amma real gəlirləri çox aşağıdaydı. O fərq çox böyümüşdü. Və bundan dolayı da böyük bir çöküş oldu ki, diqqət etirsəniz, Yaponiya ümumiyyətlə belə deyək, buna itmiş dekada deyirlər, belə deyək, itmiş dövr deyirlər. 30 ildir ki, hələ də özünə gələ bilmir. Bundan sonra təbii ki, AB Economics gəlir, Shinzo Abe o genişləndirici pul siyasəti və sair müəyyən müdaxilələrlə belə deyək, bazarı müəyyən qədər dizəltməyə çalışır. İndi bu baxımdan biz bazarın mütləq şəkildə ilk öncə hansı mərhələdə olduğunu analiz etməliyik. Ondan sonra bu mərhələyə əsasən hansı reaksiyalar veriləcək, mərkəzi banklar nə edəcək, onu analiz etməliyik. Ondan sonra yatırım haqqında düşünməliyik. Amma yatırıma keçən hissədə artıq bizim baxmalı olduğumuz digər göstəricilər var. Ən vacib göstəricilərdən birisi dostlar, ümumiyyətlə səhm ticarəti etmişsinizsə, price to earning ratio deyirlər buna, qiymət və qazanc nisbəti. Bu nə olan şey? Çox sadə dilə izah etməyə çalışacağım. İlk öncə dostlar biz hər hansı bir ölkənin səhm bazarına yatırım edərkən biz baxmalıyıq görək, həmin ölkədə bazar deyək, benchmark indeksi, price to earning nisbəti nədir və hansı səviyyədədir? Price to earning nisbəti hal-hazırda biz baxırıq ki, S&P 500 indeksində 27.89, deyək ki, 27-dir. Bunun sadə açıqlaması o deməkdir ki, dostlar, deyək ki, S&P 500 indeksində daxil olan şirkətlərin $1 mənfəətinə mən hal-hazırda $27 verməyə razıyam. Çox sadə məntiqi budur. $1 mənfəət əldə etməsinə görə mən sanki S&P 500 indeksinə $27 vermiş oluram. Və mən gözləyirəm ki, o şirkətlərin mənfəəti artacaq və mən belə deyək, o pulu qısa zamanda geri qaytaracaq və əlavə qazanca keçmiş olacaq. Sadə dillə desəm dostlar, bunu bəsit bir örnəklə izah edeyim. Yer gəlmişkən hal-hazırda 27-dirsə, S&P 500 indeksində belə deyək, price to earning ratiosu, mən $1 qazanca görə $27 verirəmsə və həmin bu şirkətlər belə S&P 500 indeksinin gəliri, earningsi artmazsa, belə stabil $1 qalarsa, belə deyək, mən bu pulu çıxartmağı 27 il çəkəcək. Sadə misalla izah etsəm, bu belə anlaşılmalıdır. Fərz edək ki, mənim bir kafem var, kofe shopum var. Mən bu kofe shopu deyirəm, satmaq istəyirəm. Hal-hazırda deyirəm ki, bunun qiyməti 270 min məsələ dollardır. Və aylıqda mən $10.000 pul qazanıram. Əgər mənim qazancım artmazsa, indi təsəvvür gətirin, sanki onu alan insan 27 il gözləməlidir ki, o qoyduğu hələ investisiyanı çıxarsın, ondan sonra qazanca keçsin. İndi S&P 500 indeksi və ümumiyyətlə şirkətlər və hər hansı bir sektorun price to earning ratiosu deməkdir ki, hal-hazırki gəlirə görə mən nə qədər pul verməyə razıyam. İndi S&P 500 indeksinin price to earning ratiosu 27-dir ki, bu həddindən artıq yüksəkdir. Niyə dostlar? Çünki bu nisbət ortalama təxminən 17 olur. Adətən mən 100 illik bir tarixçəni götürəndə dostlar, biz görürük ki, bu nisbət təxminən, baxın bu hissələrdə olub.
Hardasa buralarda 17 olub. Yəni təxminən 17 olub ortalama 100 illik bir periodda. Ortalaması 17-dir price earning ratio. Amma indi biz baxırıq ki, bu artıq belə deyək 27-dir. Ortalamadan həddindən artıq yuxarıdır. Sonra 30 ili götürsək, yenə də 17 belə deyək ortalaması olub və yüksəkdir. Burada önəmli bir nüans diqqətinizə çatdırım. Diqqət etirsəniz 2000 baxın 99-cu ildə o dot-com babılı patlamadan öncə price to earning ratiosu S&P 500 indeksi 32-yə çatmışdı. Və sonra partladı, o şar partladı belə deyək. Həddindən artıq enişlər baş verdi və ortalamaya qayıtdı. Bəs deyəsiniz ki, niyə görə bu 2000-ci ildə, yəni o belə deyək 2000-2001-ci ildə balon partladığı vaxtı, şar partladığı vaxtı niyə görə belə yüksəliş olub price to earnings-də? Səbəbi odur ki, dostlar, böhran vaxtı şirkətin mənfəəti azalır, kəskin azalır. O earnings tərəfi price, yəni qiymət bölünsün qazanc nisbətində belə deyək. Qiymət bir anda düşmür, amma qazanc bir anda düşür deyə, hətta bəzi şirkətlər yoxa çıxır, sıfıra düşür deyə, sizin belə deyək bölünən azalır, amma bölən kəskin azalır, bəzi sıfıra düşür, amma bölünən tədricən düşdüyünə görə bu price to earnings-lər yüksəlir və eyni vəziyyət diqqət edin 2008-ci maliyyə böhranında da olub. Yəni o kəskin belə deyək şirkətlərin gəliri düşür deyə, qiymətləri tədricən düşür, ona görə böyük bir sıçrayışlar olur. Yəni bu standart kənarlaşmalarda belə deyək. Amma ortalamada 17-yə qayıt. Gördünüz? Həmin o dot-com bağlı partiyandan sonra qiymət ortalamaya qayıtmış oldu. Və biz yenə də pandemiyada diqqət etsəniz, pandemiyada da kəskin bir sıçrayış olur, amma yenə də ortalamaya qayıdır. Diqqət etsəniz, təxminən 19-a qədər düşmüş oldu 2022-ci ildə. Amma indi yenə 27-dir price to earning. Bu deməkdir ki, S&P 500 indeksinin belə deyək, ortalama gəlir səviyyəsi indiki vəziyyətdə davam edərsə, əgər möcüzəvi artım olmazsa, mən 1 dollar ora yatırım etmişəmsə, o qazancımı 27 il sonra geri qaytarmış olacaq. Baxın, yatırım edərkən çox xahiş edirəm, belə düşünün. Bu şirkətə sabah pul qazanacaqsan məsələsi deyil. İndi Microsoft-a keçirəm. Dəyərli dostlar, Microsoft 2000-ci ildə niyə görə sual vermişdik ki, niyə görə Microsoft belə bir dəyərli şirkət 2000-ci illərdə aldım, amma 15 il sonra o səviyyəyə qayıtdı. Axı bazarın 95%-ni idarə edir ki, mənfəəti də çox yaxşı. Səbəb o ki, dostlar, Microsoftun price to earning ratiosu təxminən 80 idi. Yəni 2000-ci illərdə artıq investorlar o qədər həmin Microsoft'a belə deyək, onun gəlirlərinin artacağını düşünürdülər ki, ondan dolayı böyük yatırımlar etmişdi və şirkət həddindən artıq belə deyək də, səhmlər həddindən artıq dəyərlənmişdi, bahalaşmışdı. Microsoftda möcüzəvi bir gəlir əldə edə bilməz. İndi fərz edək ki, dostlar, bayaq dediyim misalda biz misal üçün bir kafeni işlədik və kafeni mən satmışam, illikdə 10 gəlirlik, 10 bin dollarlıq deyək gəlir verir, 270 bin dollara bunu satmışam fərz edək ki. Amma mən o qədər, nə qədər çalışsam da mənim gəlirim məsələ 10 bin dollardan çox artmır. Fərz edək 15 bin dollar olur. 15 bin dollar, lap 20 bin dollar olsa, fərz edək ki 20 bin, 100% artırdım məsələ. İlə 10 bin dollar qazanırdım. İndi gəlirimi hətta 100% artırmış oldum. Fərz edək ki, artıq mən ilə qazanıram, məsəl üçün deyək ki 20 bin dollar qazanıram. Sizə yenə də belə deyək 27-nin yarısı qədər belə deyək 13 il lazımdır ki, təxminən 13.5 il lazımdır ki, siz o qoyduğunuz investisiyanı geri belə deyək də çıxara biləsiniz. İnvestisiyanı çıxara biləsiniz. Ondan sonra mənfəətə keçirə bilərsiniz. Bu baxımdan dostlar, indi Microsoftda da o qədər yüksəlmişdi ki, qiymətlər. Şirkət nə qədər qazansa da, zaten o gözləntiləri doğrulda bilmirdi. Çünki bayaq dediyim misalda, şirkət onsuz da fərz edək ki, bu il 20% qazandı, növbəti 30%, yəni maksimum çıxarsa 40%, şirkət məsələ durmadan 100%, 200%, 300% artımla böyüyə bilməz. Axı bu mümkünsüz bir şeydir. İndi bu baxımdan siz bir şirkətə yatırım edərkən ilk öncə baxmalısınız ki, S&P 500 indeksinin price to earning-i nə səviyyədədir? Çoxmu yüksəkdir? Realistikdirmi? Hal-hazırki gəlir səviyyəsində mən bu şirkətə yatırım etsəm, hər hansı bir S&P 500-ə daxil olan şirkətə yatırım etsəm, bu şirkətin gəliri nə qədər artacaq ki, mən bu pulu çıxara bilim. Və bu baxımdan dostlar, bizim ilk baxmalı olduğumuz nüans budur ki, bizim yatırım etdiyimiz şirkət həddindən artıq çoxmu bahadır, yoxsa ucuzdurmu? Siz bahalı bir şirkətə yatırım etmişsinizsə, çox böyük risk götürmüsünüz deməkdir. Çox böyük risk götürmüsünüz deməkdir. Çünki bazarlar adətən, təkrar edirəm, bu yüksəlişdən sonra kəskin bir eniş dövrünə girir. Və burada bir diqqətinizə bir nüansa çatdırım. Mən xüsusilə Amerika və İran müharibəsi perspektivindən yanaşanda, təbii ki, bu petrodolları qorumaq. Həm də diqqət etirsəniz, Amerikan səhm bazarı həddindən artıq çox yüksəlib zaten. Və bu yüksəlişdən sonra da bazarda çöküşlər müxtəlif səbəblərdən gələ bilər. Misal üçün deyək ki, faiz siyasəti, Mərkəzi Bankın faiz siyasətinə bu tədricən təsir edir bazara. Amma struktur səbəbindən olarsa, anidən olarsa, misal 1987-ci ildə belə deyək, Black Monday günündə belə deyək. Onda anidən bazara satışlar gəldi. O kompüter proqramları təzə alqoritmlər qurulmuşdu. Anidən satışlar oldu, belə bir çöküş. Bu çox ağırlı olur. Məsələ, bir gün içərisində Dow Jones indeksi onda 22%-ə yaxın dəyərdir. Bu baxımdan, məsələn, S&P 500 indeksində də deyək, Amerika səhm bazarında da hal-hazırda bu zirvədədir. Ani bir çöküş gələrsə bazara, bu çox ağır ola bilər. Bunun öhdəsindən gəlmək çox ağır ola bilər. Çünki bazar bir səviyyə çatırsa, artıq orada alıcı tapılmır. O böyük fondlar satmağa başlayır və bu da qar topu effekti kimi digərləri də ona qoşulub satışlar başlayır və bazarda böyük bir çöküş yaşanır. Amma indiki aşağı enişin səbəbi çöküş deyil. Bu Amerika-İran müharibəsindən dolayıdır ki, bunu belə deyək, belə bazar formül edir və o informasiyanı bu şəkildə həzm edir və ona uyğun düşməyə doğru gedir. Bu baxımdan dostlar, S&P 500 indeksində hələ də yüksəkdir, diqqət edin, 27-dir. Yəni 27 olması Amerikan səhm bazarının kifayət qədər belə deyək, overpriced olduğunu, həddindən artıq qiymətləndiğini göstərir. Texnologiya sektoruna baxsaq, burada önəmli bir nüansla diqqətinizə çatdırım dostlar. Biz cycle'lara baxanda, makro belə deyək, cycle'lara baxanda mütləq diqqət etməyimiz bir faktor da mərkəzi bankların addımlarıdır. Mərkəzi banklar pul injektə edəcəklərsə iqtisadiyyata, bu zaman o value investing dediyimiz dəyər yaradan şirkətlərə yatırım etmək çox da effektiv olur. Niyə görə? Çünki bu tip şirkətlərin belə deyək,
büyüme potensiyalı o kadar da güclü olmur. Aniden böyüyür. Bu zaman growth yönümlü, yəni büyüme potensiyalı olan şirkətlər daha çox o value expansion deyirlər ona. Kağız üzərində dəyərlənmə. Yəni o şirkətlər böyüyür. Real gəlir gətirən şirkətlərin səhmləri artır aniden. Daha çox o belə deyək, dəyərlənməsi, valuation yüksək olan şirkətlər böyüyür. Yəni growth yönümlü. Burada ən populyar olan texnoloji şirkətlər ki, aniden yüksəlməyə başlayır. Biz bu baxımdan məsələn yatırım edərkən əgər mərkəzi bank genişləndirici pul siyasəti yeridəcəksə, biz baxmalıyıq ki, growth yönümlü şirkətlərə yatırım etmək. Onların da başına təbii texnologiya sektoru gəlir. İndi texnologiyada son olaraq baxırıq ki, baxın 33.79-dur hal-hazırda price to earning ratio. Baxmayaraq ki, bu Amerikada ilan müharibəsindən olar biraz aşağı düşüb, amma hələ də çox yüksəkdir. 33. Yəni mən bu texnologiya sektoruna $1 gəlirə görə hal-hazırda $33 yatırım edirəm və oradan möcüzəvi bir iqtisadi artım gözləyirəm. Bu kifayət qədər optimizmin olduğunu göstərir. Bir digər məsələ populyar şirkətlərdən birisi Tesla deyək. Diqqət etirsəniz Tesla'ya. Tesla'nın onsuz da price to earning ratiosu hər zaman yüksək olub. Diqqət edin. Tesla'nın price to earning ratiosu 319-dur. Yəni investorlar bu şirkətdən qeyri-adi bir iqtisadi artım gözləyirlər ki, dəhşətli bir mənfəət əldə. Təsəvvür edin, $1 qazancına görə biz hal-hazırki qiymətdə, bu səhmin belə deyək, hal-hazırda qiyməti təxminən $343. $1 qazancına görə sanki biz bu şirkətin səhminə $319 verməyə razıyıq. İndi bu şirkətin gəliri nə sürətlə artmalıdır ki, belə deyək, earnings hansı sürətlə artmalıdır ki, mənim bu yatırımım hələ yatırımı çıxara bilim, ondan sonra mənfəətə keçə bilim. Bu həddindən artıq dediyim kimi bahalaşmalı. Təbii ki, burada Elon Musk faktoru var ki, ondan qeyri-adi bir performans göstərir. Amma mənim gözləntim odur ki, Tesla həddindən artıq şişmiş bir şirkətdir. Bir digər faktor isə dostlar, biz ümumiyyətlə hər hansı bir səhmə yatırım edərkən, hər hansı bir şirkətin səhmlərini alırkən, o sektoru birinci analiz etməli və sektora baxmaq üçün ümumiyyətlə biz tutaq ki, $1 yatırım edəndə nə qədər oradan gəlirlik gözləməliyik. Misal indi baxaq burada texnologiya sektoruna, valuations'a baxın. Texnologiyada hal-hazırda 33.79 fərziyyə 33-dür. Bu o deməkdir, price to earnings-i belə deyək 33-dür. Yəni $1 qazanc üçün mən onun 33 mislini ödəməyə razıyam. $33 ödəməyə razıyam fərziyyə etdiyə. İndi earning yield hesablayaq. Bunun tam tərsi. Yəni mən $1 yatırım edərkən oradan nə qədər gəlir gözləməliyəm? Onu hesablayaq. Bunu da belə deyək, bu düsturun tərsi. Price to earning, earning bölünsün price. Bu da fərziyyə ki 1 bölünsün 33, vurulsun onu faiz ifadə etsək, 100 ilə ifadə vurulsun 100 faiz ifadə etsək, o da təxminən 3% deməkdir. Yəni ki mən hal-hazırda bu sektora $1 yatırım etsəm, mən 3% gəlir gözləmiş oluram. Bundan əlavə, biz ümumiyyətlə səhm bazarının həddən artıq baha olduğunu və yaxud da ucuz olduğunu müəyyən etmək üçün bir başqa anlayış var ki, onu izah etməyə çalışacağam. Bu equity risk premium deyə bir anlayış var. Bu nə deməkdir dostlar? Fərz edək ki, bond bazarında məsələn faizdə məsələn Amerikan xəzinə istiqrazlarına 10 illik xəzinə istiqrazları əsasən benchmark olaraq onu götürək. Fərz edək ki, hal-hazırda 4.26% məsələn yields, lap deyək 4% olsun, yuvarlaq belə deyək, 4% yieldsımız var. Hal-hazırda mən o istiqrazı alsam, 10 illik xəzinə istiqrazlarına deyək Amerikan hökuməti mənə 4% pul ödəyəcək. Digər tərəfdən də baxıram ki, səhm bazarında məsələn ortalama gəlir fərz edək ki 6-7 və yaxud da həndəsə ortalamadan desək 8%, 100 illik perioda hesablayırlar, təxminən 10%-dir. Söhbət həndəsə ortalamadan gedir. Riyazi ortalamada bu dəyişə bilir. Məsələn, son 3 ildə baxa bilərsiniz ki, əslində S&P 500 indeksi 20, 22, 23% yüksəlib. Amma söhbət bir dəfə bazarda olmaqdan yox, təkrar investisiya etməkdən gedir. Yəni bu işi peşə kimi yanaşırsınızsa. İndi baxaq. Səhm bazarında deyək ki 10%-dir ortalama gəlirlik. Baxıram ki, bond bazarına yatırım etsəm, mənə məsələn 4% sıfır risklə pul vermiş olur. Elə ən salamatı ki, məsələn, sıfır risklə 4%-mi alaram. Digər tərəfdən səhm bazarına yatırım edirsiniz. Orada volatillik var, risk var. Gəliriniz isə təxminən 10%-dir. İndi belə olan halda, deməli biz bu equity risk premium hesablamaq üçün risk deyək ki, expected bazarın ortalama gəlir gözləntisi sılsın o risk free faizi hesablayırıq və risk premium alırıq. Əgər bu equity risk premium nə qədər yüksəkdirsə, bu o deməkdir ki, artıq investorlar belə deyək, bazara girməyə daha yüksək faiz istəyirlər. Bazarı riskli görürlər və daha yüksək faiz istəyirlər. O fərqin belə deyək, daha yüksək gəlir marjası. Məsələn, fərz edək ki, equity risk premium 6%-dir. Bu deməkdir ki, investorlar bond bazarı daha cazibdir onlar üçün, amma səhm bazarına girmək üçün daha yüksək risk istəyirlər, marja istəyirlər, gəlir marjası istəyirlər. Bu əslində çox böyük bir fürsətdir. Niyə? Siz belə bir periodu gördüyünüz anda birinci səhm bazarı çox aşağılardır. Belə deyək, ucuzdur. Amma yox, o equity risk premium çox aşağıdırsa, bu halda burada artıq səhm bazarı həddindən artıq belə deyək, şişmişdir, dəyərlənmişdir anlamına gəlir. İndi bu cədvəli mən Aswas Damodaryan adlı bir valuation eksperti var. Dünyaca məşhur dediyi valuation ekspertidir. Ondan götürmüşəm və burada diqqət edin, S&P 500 indeksinin ortalama demək implied earning per ratiosu təxminən 5-6% ətrafında olur. 5.5-6% ətrafında olur. İndi hal-hazırda biz baxırıq ki, S&P 500 indeksinin belə deyək, o equity risk premiumu təxminən 4.23-dür. Yəni nə ucuz deyil, nə baha deyil. Məsələn, diqqət etirin, indi burada sizə önəmli bir şey çatdıracağım dostlar. Məsələn, krizlərdən öncə biz görürük ki, bu nisbət həddindən artıq aşağı düşüb. Yəni bu əmsal həddindən artıq aşağı düşüb. Məsələn, gələk 2001-ci ildə baxın. 2000-ci ildə, yəni o dot-com bubble partlamayında 99-cu ildə diqqət etirsəniz, bu equity risk premium 2% ətrafındadır. Bu səhmlərin həddindən artıq şişliyini göstərdi ki, sonra da partladı. Dot-com bubble partladı. O 2000-ci ildə internet şarı partlamış oldu və 2001-də görürsüz, sonra yüksəlməyə başladı. 3.62, 4.10. Bu artıq belə deyək, yüksələndə artıq bazara giriş fürsəti yaradır ki, belə deyək, həmin anda səhm bazarı ucuzdur.
Yəni, böyük bir kütlə orada alış etmirdi. Bu aşağı düşəndə böyük bir əksəriyyət belə deyək səhm bazarında olur. Riski nəzərə almır. Yəni o optimizm dövrüdür. Amma bu əmsal belə deyək yüksələndə, bu equity risk premium faizi yüksələndə bu artıq bir çox insan səhm bazarına girmək istəmir, səhm bazarından qaçır. Həmin vaxtlar alış əslində üçün böyük bir fürsətdir. Eyni şeyi misal göstərə bilərik. Dikkat getirin 2008-ci il maliyyə böhranında dikkat getirin 4.37, 2008-ci ildə 6.43 faizə yüksəldi. Yəni ilk öncə 4.37 olur. Yəni optimizm var hələ də bazarda, alışlar var. Onu məsələn 2006-da 4.16-da dikkat edirsiniz. Yəni aşağılardaydı və böyük bir belə deyək optimizm var idi bazarda. Amma 2008-ci ildə o partladı belə deyək. İpoteka şarları partlamış oldu. Subprime mortgage krizi başladı və yenə də səhmlər düşdü və earning per ratio yenidən belə deyək, yüksəlmiş oldu. Bu da bazarlara giriş üçün fürsət idi və yenə də 2008 maliyyə böhranından sonra bazar yüksəldi. Yenə gəlirik 2020-ci ilin pandemiyasına. Diqqət edin dostlar. 2020-nin pandemiyasında 4.72 olur. Və 4.72-dən sonra da yenə də bazarda belə deyək, əslində ortalamaya yaxındır hal-hazırda. Tam ortalama da deyil əslində. Nə ucuz deyil, belə deyək, nə aşağı deyil. 2-3% ətrafında deyil. Nə də belə deyək, baha deyil, yüksək deyil. 6 deyək ki, 5.5, 6.5 də olsa biz əslində bazara giriş üçün daha gözəl fürsət olur. Amma hal-hazırda məsəl üçün 4.23-də olması ortalarda bir yerdə qeyri-müəyyənlik var bazarda. Bu baxımdan biz eyni zamanda bu equity risk premiumuna da baxmalıyıq ki, ümumiyyətlə investorlar səhm bazarına girmək üçün nə qədər gəlirlik, yəni o mənfəət marjası istəyirlər ki, o alışa girsin. O yüksəkdirsə, o bazara giriş üçün fürsətdir. O equity risk premium aşağıdırsa, bu isə bazarın belə deyək, həddən artıq şişliyini və riskli olduğunu göstərir ki, bu anlayışlardan ən azından biz istifadə etməliyik. Və ya sadə ilə desək, biz ən azından girib burada məsələ deyək ki, US 10 illik Amerikan xəzinə fondlarının, məsəl üçün deyək ki, treasury'larına treasury yieldlara baxa bilərik ki, bu istiqraz yieldları, yəni faiz gəlirliyi artırmı, azalır? Diqqət edirsinizsə, müharibə başlayandan bəri bu yieldlar belə deyək, artmaq istiqamətindədir. Bu da bizə səhm bazarına giriş üçün başqa bir belə deyək, dəstək edən, kömək edən faktordur. Çünki mütləq şəkildə hər hansı bir səhmi alıb satarkən bunlara diqqət etməliyik. Belə dostlar, ümid edirəm faydalı olmuşdur bu video və burada əsas məsələ dediyim kimi səhm bazarına girərkən dəyər yaradan şirkətlərə yatırım edin, qazanacaqsınız. Bu şirkət əla şirkətdir məsələsi deyil. Siz birinci qlobal makroiqtisadi, makro trendlərə baxmalısınız. Sonra ölkənin makroiqtisadiyyatını analiz etməlisiniz. Mərkəzi bank nə edir? Çünki Mərkəzi bank hər hansı bir addım edərkən o makroiqtisadi faktorlara baxır, inflyasiya baxır, əmək bazarına baxır, bond bazarına baxmalısınız. Qeyd etdiyimiz o mikro səviyyəyə düşsək, price to earning ratio baxmalısınız, sektora baxmalısınız ki, sektor yüksəlirmi, price to earning nədir, earning yields, yəni mən yatırım etdim, onun gəlirlik faizi nə qədərdir. Sonra bond bazarı və səhm bazarının müqayisəsinə equity risk premiuma baxmalısınız və ondan sonra yatırım etməlisiniz ki, ən azından o Microsoft misalında olan böyük bir enişləri, köçüşləri gözləməyəsiniz. Və ya da Yaponiya misalında olan o Nikkei indeksinin 34 il sonra özünü bərpa etməsini. Və ya başqa bir misal verim. Məsələn, 2000-ci illərin ən populyar şirkətlərindən birisi olan Cisco, indiki dövrün Nvidia-sına bənzər bir şirkət idi. Düşdüyü nöqtədən 26 il sonra həmin səviyyəyə qayıtmış oldu. Səbəb məsələn keçən il o səviyyəyə çatmış oldu. 26 il sonra həmin səviyyəyə qayıtmış oldu. Baxmayaraq ki, mənfəətli işləyən şirkətdir. Yəni dəyər yaradan şirkətlərə yatırım et qazanacaqsan bir nağıldır. Əgər harda alıb, harda satacağınızı bilmirsinizsə, düzgün risklər idarə edə bilmirsinizsə, elə çox orana yatırım edərək böyük zərər edə bilərsiniz. Və ən önəmli nüansı dostlar, əgər maliyyə bazarında sağ qalmaq istəyirsinizsə, etməli olduqlarınızdan birisi asimetrik investisiyanı öyrənməkdir. Ki, biz bunu təlimlərimizdə öyrədirik. Mütləq şəkildə asimetrik investisiyanı bilməlisiniz. Siz asimetrik investisiyanı bilsəniz, əslində bu risklərdən sığortalanmış olursunuz. Belə dostlar, əgər video xoşunuza gəldisə, kanala abunə olmağı və like atmağı unutmayın. Belə videoların sayını çoxaltmağa çalışacağam. Təşəkkür edirəm izlədiyiniz üçün.